Bu da bizim otelimizin səhər yeməyi açıq bufeti. Səhər yeməyi saat 7-11 arası olurdu. Hər səhər belə mənzərə ilə oyanmaq nəyə desən dəyərdi. Həmçinin səhər yeməyi açıq bufetində də seçimlər olduqca bol idi. Pankek, gözləmə, yumurta çeşidləri, sucuk qızartması, pendir qızartması, su börəyi, kol börəyi, simit, müxtəlif poğaçalar, ümumiyyətcə xəmir işləri hədsiz bol idi. Xəmir işlərinin çoxu elə burada bişdiyi üçün təzə və ləziz olurdu. Ancaq arada bəziləri sanki elə də yaxşı olmurdu, amma çox azı. Kruasanları yaxşı deyildi. Uşaqlar, bəyənmədiyim bir şeydə oteldə çox yerdə internet yaxşı çəkmir. Bunu məncə düzəltsələr daha yaxşı olar. Pendirli, sucuklu, tostları, qaymaqları, balları, əla çayları da çox yaxşı idi. Əsl türk çayı. Əvvəlki videolara da baxa bilərsiniz. Bura Duja Bodrumun torba filialıdır. Otelin içində bufetə yaxın da əyləşə bilərsiniz, ya da ki çöldə belə bir terasda da əyləşə bilərsiniz. Açıq terasda var. Otelimizin ərazisi də çox böyük idi. Hətta bizim otelimizdə limitsiz və ödənişsiz Starbucks da var idi. Original Starbucks-a bənzəyirdi, arada bəziləri yola verilirdi. Mən Bodrumun suyunun rəngini, suyunu çox bəyəndim. Düzdür, daşlı və soyuq olması deyilir, amma yenə də sevdim. İkinci günümüzdə belə bir canlı musiqi olmuşdu və ifadə yaxşı idi. Bir də bizim otelimizdə uşaqlar dəhşət çox idi. Uşaqlı ailələr düşünüb gələ bilər bura. Deyərdim ki, subaylar 2 gün sonra burada sıxıla bilər.